Sadə ədədlərlə bağlı belə bir isbat sualına baxaq. Sübut edin ki, P və 8P çıx bir sadədirsə, 8P üstəgəl 1 mürəkkəbdir. 8P üstəgəl 1-in mürəkkəb olması üçün onun bir və özündən başqa bir natural böləni olmalıdır. Həmin bölənlərdən birini tapsaq, bunu isbat etmiş olaraq. Məsələn, bu ədədin 3-ə bölünüb bölünməməsi haqqında düşünək. Bunun mümkünlüyünü araşdırmaq üçün 3 ayrıca hala baxaq. Birinci halımızda P-mizin 3-ə bölünməsindən alınan qalıq 1-ə bərabər olsun. P bərabər 3K üstəgəl 1 şəklində olsun. İkinci halda P-mizin 3-ə bölünməsindən alınan qalıq 2-yə bərabər olsun. Yəni P-miz 3K üstəgəl 2 şəklində olsun. Üçüncü halımızda da P-mizin 3-ə bölünməsindən alınan qalıq 0 olsun. Yəni P-miz 3K şəklində olsun. Gəlin birinci, üçüncü haldan başlayaq. Əgər P-miz 3K şəklindədirsə və sadə ədəddirsə, o zaman yerdə bir hal qalır ki, P ədədi 3-ə bərabər olsun, düzdürmü? Və 3-ü də 8P üstəgəl 1-də yerinə qoyanda 8 vurulsun 3 üstəgəl 1. Yəni 25 əldə olunur. 25 də 5-in kvadratı olduğundan mürəkkəb ədəddir. İkinci halda isə P 3K üstəgəl 2 şəklindədir. O zaman 3K üstəgəl 2 ədədi sadə ədəddir. Və 8P çıx 1 də sadədir. Elə isə 8 vurulsun 3K üstəgəl 2 çıxılsın 1 də sadə ədəd olmalıdır. Bunu atsaq 24K üstəgəl 16 çıxılsın 1 alarıq. Bu da 24K üstəgəl 15-ə bərabərdir. Amma fikir versək, burada 3 vurğu mötərizə xaricində çıxaraq 3 vurulsun 8K üstəgəl 5 alarıq. Bu ədəd 3-ə bölünür və 3-dən böyükdür. 3-dən böyükdürsə, o zaman sadə ədəd ola bilməz. Çünki sadə ədədin bir və özündən başqa böləni yoxdur. Elə isə 3-dən böyükdürsə, 3-ə bölünməməli idi. Yəni bu halda ədədimiz mürəkkəb olur, sadə olmur. Elə isə ikinci halımızın üstündən xətt çəkirik. Son olaraq birinci hala baxsaq, birinci halda 3K üstəgəl 1 sadədir, yəni P-miz sadədir. Həmçinin 8P çıx 1 də sadədir. P-in əvəzinə 3K üstəgəl 1 yazaram. 3K üstəgəl 1 çıxılsın 1 bərabər olar. 24K üstəgəl 8 çıxılsın 1 bərabər 24K üstəgəl 7. Burada bir problem yoxdur. İndi 8P üstəgəl 1-in mürəkkəb olduğunu göstərmək məqsədi ilə P-nin əvəzinə 3K üstəgəl 1 yazaq. 8 vurulsun 3K üstəgəl 1 üstəgəl 1. Bu nəyə bərabərdir? 24K üstəgəl 8 üstəgəl 1. Bu da 24K üstəgəl 9-dur. Burada da fikir versək, 3 vurğu mötərizə xaricində çıxır və 8K üstəgəl 3 digər vurğu olur. Gördüyümüz kimi K-mız natural ədəd olduğundan, həmçinin 0 da daxildir. 3 vurulsun 8K üstəgəl 3, 3-dən böyükdür. Yəni sadə ədəd deyil. Yəni birinci hal P üçün ödənirsə, yenə də 8P üstəgəl 1 ədədimiz mürəkkəb olur. Üçüncü halda da 8P üstəgəl 1 25-ə bərabər olur, yəni mürəkkəb olur. İkinci hal isə ümumiyyətlə qeyri-mümkün olan haldır. Elə isə məsələmiz isbat olundu.